Növbəti sualı oxusun, 3-cü sualı oxusun Aytaç müəllimə. Deyir ki, müəllim şagirdlərə otağının divar kağızını dəyişmək üçün nə qədər divar kağızına ehtiyacı olduğunu hesablamağı tapşırır. Əgər hesablamağı tapşırırsa bu proseduraldır. Yox, elə bir şey yoxdur burada heç. Hə, onu da tətbiq etməkdir. Hesablamağı tapşırırsa. Tətbiq etmək, bir də məntiqi təfəkkürdür. Bəli. Hə də məntiqi təfəkkür. Tətbiq etmə. İndi burada mən bir məqamı da sizə vurğulayım müəllimlər. Bax, tətbiq etməkdə məsələni biz əvvəl deyirdik ki, şagird düstura əsasən nə isə yerinə yetirirsə tətbiq edir. Düstura əsasən. Amma indi deyirik, düstur gördün, qayda gördün, teoremə görə, də qaydaya görə, düstura görə Anlamaq. yerinə yetirirsə anlamaqdır. Harda amma bir həyati situasiya görürsənsə, məsələn, bax buradakı kimi, gəlin indi bir dənə incəliyim sizə. Görürsünüz, deyir şagirdlərə divar kağızını dəyişmək üçün otağa nə qədər divar kağızının ehtiyacı olduğunu hesablayacaq. Bax, burada da yenə bir riyazi tapşırıq var, hesablama var. Amma bir həyat, məsələn, elə bir ki, öz otağımdır. Bu otaqda nə qədər divar kağızı gedəcək, bunu hesablayıram. Yəni orada bir nə isə eləyəcəm, həyati bir situasiya varmı? Tətbiqdir. Amma desə ki, düstura əsasən şagird otağa gedəcək divar kağızını hesablayır. Bu olacaq anlama. Niyə? Çünki burada qayda var, düstur var. Düstura əsasən, qaydaya görə, teoremə görə, qaydaya əsasən, düstura əsasən görə sözü var, qayda, düstur, teorem. Olacaq anlama. Yoxdur bir məsələn deyirəm ki, bax bu situasiyalar bir dənə fərqli situasiya deyim sizin üçün. Ola bilər ki, verər ki, məsələn sizə belə situasiya verər də. Deyər ki, məsələn bu verilən marşrutlardan hansının daha az yanacaq işlətdiyini hesabla. Bu da olacaq tətbiq. Niyə? Çünki marşrutda bu yanacağı həyata bir tətbiq eləyə bilirik də bu həyati situasiyadır. Qayda yox, düstur yox. Tətbiq eləyəcəm. Kompasdan istifadə edərək üfüqün cəhətlərini müəyyən elə. Tətbiq eləyəcəm. Məsələn, bu illərim bax miqdə belə bir sual düşmüşdü. Mənə düşmüşdü. Onu qeyd eləmişdim. Qoy təxmini deyim sizə. Onu yazmışdım. Bax deyir, bir dəqiqə deyəcəm sizə. Deyir ki, evdəsən. Təsəvvür elə ki, evdəsən. Bax, hara yazmışamsa onu unutdum. Amma təxmini deyəcəm. Deyir, evdəsən. Çay içmək istəyirsən. Amma anan səni qoymur qaz plitəsinə əl vurmağa. Necə edərsən, necə həll yolu taparsan? Bax, burada da bir həyati situasiya var. Orada da nə isə yerinə yetirəsən, çay içmək üçün nə isə tətbiq eləyəsən. Bax, bu situasiyada da orada tətbiq götürür. Məsələn, orada çox müəllim yaratmaq götürmüşdü. Ki, nə isə. Amma yaratmaqlıq bir şey yoxdur orada. Çay içmək üçün hansısa bir yoldan istifadə edib çay içəcək. Nə isə icra elədi, tətbiq elədi. Bu olacaq tətbiq mərhələsi. Sonra, fizikadan birinci sualı oxusun Sevinç müəllimə. Demək, verilmiş elektromaqnit qütblərini təyin edin. Tapşırıq bilik və təfəkkürün hansı növünə, idrak sahənin hansı mərhələsinə aiddir? Məncə burada tənqid bir şey yoxdur, götürmərəm. Yoxdur. Məncə burada A variantı götürürəm. Konseptual tətbiq etmək, məntiqi təfəkkür. İndi burada bir iş icrası var. Sən qütbləri təyin eləyirsən müəllimə. Sən konseptual olaraq nə yanaşırsan ki? Konseptual odur ki, sən öz mövqeyi, öz yanaşma, öz nə isə irəli sürəsən. Sevinç müəllimə. Burada Fizikadan məntiq başlıqdır, yəni mənim ixtisasımda deyil. Sizdə nədir ixtisas müəllimə? İngilis dili məndə. Hə, ingilisi. Hə, müəllimə. Burada görürsüz, elektromaqnetin qütblərini təyin eləyəcəm. Bu qütbü təyin eləyəndə burada bir iş icrası var. Aydındır. Aha, belə.
İkincini onda oxusun Aytaç müəllimə, sonra Fidan müəllimə. İkincide deyir ki, cismin daxili enerjisi hesabına iş görə bilməsinə nümunə göstərin. Nümunə göstərmək. Hardadır? Nümunə göstərin. Hardadır? Nümunə Anlamadım. göstərin. Nümunələr gətirir. Hansı açardır? Hansının açarıdır? Hə, anlamaqda. Ay, sağ ol. Nümunə göstərir, anlamaqdır. Anlamaqda olsa bir dənə A Ay, variantındadır. sağ ol. Anlamaqdırsa Bəli. məntiqi təfəkkürdür. O mak dediniz ya. Bayaq dediyimiz o mak. Anlamaq, məntiqi təfəkkür, konsept. Belə olanda bir də variantları da çıxdaş eləməyi bacarın ha müəllimlər. Mən Məsələn, elə eləyirəm. bir dənəsini, bir də görürsünüz ki, nəyisə verir də, deyək ki, hansısa məsələn uyğunluq verir. Və yaxud da ki 4-5 dənə variant verir. Orada məsələn 2-4 seçməlisən, 1-3 seçirsən, məsələn A variantında verir 1-4, B-də verir 2-5 məsələn. O cümlələrin 1-2-3-4-5 dənə cümlədir. O cümlələrin birini dəqiq bildiyim varsa ki, məsələn bu yanlışdır. Tez həmin o variantlarda onu çıxdaş eləyin, atın. O qaydada o sizə vaxt qazandırır. Hər sualdan qazandığınız o 1 dəqiqə sizə nə qədər qazanc gətirə bilər. Çünki asan suallardan dəqiqə qıra aparıb çətinlərin üstünə qoyacaqsınız. Yəni sizin bu vaxt bölgüsü budur. Vaxtınızı düzgün bölməlisiniz. Bir də ki riyaziyyat müəllimləridir, coğrafiya müəllimləridir. Hamısı orada riyazi hesablamalar olanlar hamısı. Oturan kimi kalkulyatornuzu nəzarətçiyə açdırın. Kağızda heç nə eləməyin. Özünüzü itirərsiniz, həyəcanlanarsınız, əlinizdə hesablayarsınız. O da sizə böyük vaxt itkisidir. Çünki vaxt orada uçur müəllimlər. Orada vaxt uçur. Kalkulyatoru açdırın. Nə var kalkulyatorda hesablayın. Mən o qədər həyəcanlıydım ki, düz oturan kimi nəzarətçiyə kalkulyatorumu açdırdım sertifikasiya imtahanında. Deməli, kalkulyatora inanmırdım. O qədər həyəcanlıydım, kalkulyatora inanmırdım. Kalkulyatorda vururdum, qayıdıb indi kağızda vururdum. Kağızda bizdə də riyaziyyat daxı. Bizdə də riyazi hesablamalardır, məsələlər, hamısı misallar, böyük bir şey, neçə həlli tənlik verir bizə, neçə həlli ifadə verir ki, hesabla. Orada hesablayırdım, sonra qayıdıb deyirdim, yox, birdən kalkulyator, sən indi qoy kağızda hesablayayım. Yəni adam orada həyəcanlı gərək ki, yəni maksimum dərəcədə həyəcanınızı idarə eləməyə çalışın ki, bu sizə nəticə gətirsin, yüksək nəticə gətirsin. Belə. Mənim bir dəfə açıq dərsim oldu müəllimlər 2019-da. İlk dəfə idi də mən həm sinif aparırdım, həm də mən açıq dərs birinci səfər. Mən də açıq dərsə biraz hazırlaşmışam. Düzü. İlk dəfədir yeni işləyirəm. Təsəvvür eləyin ki, nəyə gətirəcəm sözümü onu sizə deyirəm. Açıq dərsdən deməli bütün məktəbimizin rəhbərləri əyləşib. Psixoloqdan, uşaq birliyi təşkilatçı müavindən tutmuş bir neçə də müəllim gətiriblər. Üstə gəl, mən metodistlər çağırmışam təhsil şöbəsindən o vaxtı. Gəldilər təhsil şöbəsində 4 müəllim gəlmişdi. Metodistlər, bizim ibtidailərin metodisti və s. Hamısı oturub, bir 15 nəfər var. Yəni YouTube'da da var mənim dərsim. Arxadan stollar düzmüşük, oturublardı. Dərs bitəndən sonra mənim haqqımda rəy verdirdilər o metodistlər. Dedi ki, çox bəyəndim ki, deyir, müəllimənin həyəcanı yox idi dərsdə. Amma halbuki həyəcandan içimi yeyirdim. Necə həyəcanlıydım, necə həyəcanlıydım. Amma mən onu necə idarə elədim, onlar mənim həyəcanımı hiss eləməmişdi. Bax, inandırım sizi. Ona görə deyirəm, həyəcanınızı bir şey ki, həyəcan sizi məhv aparar. Yəni, həyəcanı qətiyyən özünüzə yaxın buraxmayın. O imtahan, siz mən demirəm, imtahan o deyir, o məşhur sərkərdəmiz o Napolyonu yuxudan durğuzurlar ki, dur, deyir, nə olub, deyir, dur, bəs bilmirsən, qoşun gəlir, deyir, Allah istəyir, mən də elə bilirəm, məni imtihana aparırlar. Yəni, o cür sərkərdə imtahandan qorxur, qoşun gəlib üstünə bunu öldürür, bu qorxmur. Deyir, mən elə bilirəm, məni imtihana çağırırsınız. Yəni, o imtahanın adı, onu kompüterin arxasında oturan bilir. Ki, onun adı necə ağırdır, yəni, onun nə qədər olsa da desən ki, hə, mən hər şeyi bilirəm, ən savadlı müəllim belə yenə həyəcan. Özü ən savadlılar həyəcanlanır, ha? Ən savadlılar, oxumayanlar. Mənim qızım
O qədər həyəcanlı uşaqdır, o qədər məsuliyyətli uşaqdır. İmtahan olanda ölüb əldən gedir. Nə vəziyyətdir? İndi 2-ci kursda oxuyur. Bax, hər dəfə öz də stipendiya alır, bütün qiymətləri yüksək. Yenə də, amma oğlum, Araz aşığından deyir, kür topuğundan, əhli keyf. İmtahana gedir, deyir, ana, həyəcan ürəyimi dağıdır. Həyəcan deyir, məni öldürür. Oğlum deyir, lağlağayla. Ana, həyəcan məni öldürür. Qız uçalanıb, əsir, nə vəziyyətdə. Bu da keyflə gedir imtahana. İnandırım sizi də, gedir. Həmişə də deyirəm Allah adamın, inşallah ki, bax, o şansdan sizə nəsib olsun. Elə o bol şansdan. Şansı gətirir, elə qəşəkdə keçir imtahanlardan. Bu il 1-ci kursda oxuyur. İmtahanı getdi, girdi də universitetə. Yəni əlimiz müşdüm ki, yəni bu universitetə girəcək, bu əhli keyf belə oxuya, bu girəcək, yəni. İnşallah ki, şükür getdi, girdi universitetə. Bu il 1-ci kursda oxuyur. Amma qızım nə vəziyyətlə? Həyəcan, ay bana deyirəm, niyə oxumusan, keçəsən, yazarsan, vallahi o ana deyir, yox, mən kəsiləcəm, ana filan, ay bana deyirəm, niyə özünü öldürürsən? İndi, yəni o imtahanın həyəcanı o hamıda mümkün deyil var, amma yəni tövsiyəm maksimum dərəcədə idarə etməyə çalışmağınızdır müəllimlər. Hansı universitetdə oxuyurlar? Qızım Bakı Dövlətdə oxuyur. Mən də oranı qurtarmışam. Hə, ay müəllimə, yaman çətindir oranı oxumaq. Hə, ora çətindir. Qiymət almaq mümkün deyil də. İnandırım sizi. İndi qızım IELTS-ə hazırlaşır. Yəni İtaliyada təhsilini davam eləmək istəyir. Ona görə onun ortalaması yüksək olmalıdır da. Maksimum dərəcədə çalışır. Bax, imtahana giriş balları bu dəqiqə 49, 47, 48. Yəni ondan aşağı yoxdur. Onunla da yenə deyir ki, yəni mən yüksək almalıyam ki, mənim ortalamam yaxşı olsun da. Gələn il müqavilə bağlayacaq məktəblə. İxtisası nədir? Korreksiyaçı təlimdədir. Amma psixologiya üzrə oxuyacaq magistraturasını. Ona görə o üzrə gedəcəkdir. Orada davam eləmək istəyir. Görək indi. Hə. Belə, inşallah Allah hamı üçün xeyirli eləsin. Hamının yolunu açıq eləsin. Hə, qaldı müəllimlər orada sualımız. Fizikada 3-cü qaldı axı. 3-cü qaldı fizikada. 3-cünü oxudunuz. Sevinç müəllimə, siz oxudunuz, oxuyun 3-cünü. Bir dəqiqə. Demək, nüvə silahı beynəlxalq sülhün qarantıdırmı? Fikrinizi əsaslandırın. Verilmiş sualda bilik və təfəkkür növünü. Məncə burada fikrinizi deyirsə dəyərləndirmə olacaq. Dəyərləndirmə də A ilə D-də var. Mən D-ni götürərdim. Konseptual, hərə özünə yəni tənqidi fikir bildirəndə, yəni bəli, müəllim, hərə doğru. özünə uyğun. Doğru. Aha. Görürsüz, deyir fikrinizi əsaslandırın, dəyərləndirməlisiniz. Bəli, doğrudur. Sonra filologiyada oxuyun Fidan müəllimə birincini. Aha, bu dəqiqə müəllimə. Deməli, şairin kədər, həsrət hisslərini nə dərəcədə inandırıcı, təsirli ifadə edib etmədiyini münasibət bildirin. Münasibət bildirir müəllimə dəyərləndirmədir də. Fikrinizi əsərdən gətirdiyiniz nümunələrlə əsaslandırın. Verilmiş tapşırıq bilik və təfəkkürün hansı növünə idrak sahənin. Aha. Deməli, burada olacaq konseptual, tənqidi təfəkkür, bir də dəyərləndirmək. Aferin. Doğru müəllimə, qəşəng, doğru. Sonra Xəyalə müəllimə, ikincini siz oxuyun. Miss Sabirin Hopopnamə şeir kitabının realist ədəbiyyatımızın gözəl nümunəsi olduğu fikrini əsaslandırın. Demək, yenə burada əsaslandırma varsa, dəyərləndirmə olacaq. Yox müəllimə, burada bir fərqli. Bildim mən. Dəyərləndirmə olmur. Demək, əsaslandırma başqa var idi. Hə, nədə var idi əsaslandırma? Bayaq özdə ona uyğun bir tapşırıq sizə düşmüşdü. Düzdə tapdınız. Təhlildə idi. Ay, sağ ol, təhlildədir. Bax, görürsünüz müəllimə, deyir ki, Hopopnamə şeir kitabının realist ədəbiyyatımızın gözəl nümunəsi olduğu fikri. Bax, bu bir fikirdir. Bu fikrə əsasən,
bu fikri əsaslandıracaq. Yəni burada müəllifin, yəni Sabirin fikri, Aha. müəllifin mövqeyi olacaq təhlil Təhlil mərhələsi. etməli. Bəli. Tənqidi yanaşma Tənqidi və konseptual. Bəli, müəllimə. Doğrudur. Sonra üçüncünü oxusun, deməli Aytaç müəllimə siz oxuyun. Deyir ki, şagirdlər müxtəlif məzmunlu dialoq quraraq təqdim edirlər. Dialoq qurub tətbiq edirsə, xatırlamaq deyil, deyini çıxıram. Dialoq varsa tənqidə təfəkkür var. Şeydir də müəllimə, dialoq qurub təqdim edir də. Elə bir dərsin dialoqdur, deyirsən gəlin dialoq qurun görüm. Onda məntiqidir. Bəli. Sadə bir bacarıqdır. Məntiqi təfəkkür. Aha. Hə. Təqdim edirlər. Müəllimə lövhədə çıxardırsan uşaqlar dialoq qururlar. Dialoq qururlar, nümayiş eləyirlər. Hə. Konseptual anlam yox. Konseptual məntiqi tətbiq etmək. Tətbiq eləyir, ay sağ ol. Tətbiq eləyir. Mənim burada prosedural olmur. Yox, Proses. yox. Gedir dialoq qurmaq. Dialoq qurmaqda nə bir ardıcı, nə hansı alqoritm var ki, müəllimə? Tətbiq var burada. Tətbiq var, konseptual. Məsələn, o dialoq qurmağı mən sənə desəm, yoldaşınla başqa cür dialoq quracaqsan, özünün konseptual yanaşmana uyğun. Aytaç başqa cür quracaq. Burada elə bir proses, elə bir ardıcılıq yoxdur ki, deyəm ki, bu dialoqda birinci bunu deyəcəksən, ikinci onu deyəcəksən. Özlərindən öz yanaşmalarına uyğun dialoq quracaqlar. Bax, o cür düşünün. Hərə özünün yanaşmasına, konseptual yanaşmasına uyğun dialoq quracaq. Tətbiq eləyəcək, konseptual. Sonra tarixdə birincini oxusun Xəyalə müəllimə, sonra Fidan. Fidan Sevinç. Ərəb xilafətinin Azərbaycanın Xəzər sahili vilayətlərində möhkəmlənməyə xüsusi diqqət yetirməsinin səbəbi nə idi? Tapşırıq, bilik və təfəkkürün hansı növünə idarə sahə mərhələsinə uyğundur? Ərəb xilafətinin Azərbaycanın Xəzər sahili vilayətlərində möhkəmlənməyə xüsusi diqqət yetirməsinin səbəbi. Hə, bax səbəb soruşanda nə edəcək? Uşaq sağ bildiyini izah eləyəcək, şərh eləyəcək ki, səbəbi buydu. Onda təhlil etmə olur da. Sağ izah Anlamaq. Ay, sağ ol. Anlamaq. Anlamaq olur. Təhlil etmək olur. Konseptual. Ay, sağ ol. Mak. Burada da yenə mak götürəcəyik. Doğru. Sonra kimi dedim, Fidan sonra Sevinç oxusun. Deməli, Kitab-Dədə Qorqud dastanının Azərbaycan tarixini öyrənmək üçün çox mühüm mənbə olması fikrini faktlarla əsaslandırın. Aha. Deməli, burada faktlarla əsaslandırın deyəndə əsaslandırma mənə dəyərləndirmədir də. Faktda əsasən əsaslandırma hardaydı Fidan müəllimə? Deyirdim ha, öz fikrimi əsaslandırıram, bir də faktda əsasən əsas. Bəli. Bax, diqqət edin. Konseptual, bir də təhlil. Bəli. Fakt varsa təhlildir. Doğrudur. Sonra Sevinç müəllimə üçüncünü oxuyun. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Tiflis və Gəncə dövründəki fəaliyyətinə dair mövqeyinizi bildirin. Mövqeyinizi bildirin deyirsə, bunu dəyərləndirmə olar. Dəyərləndirmə C variantındadır bir dənə. Müəllimə, düz dediniz. Həm də gör, mövqeyi bildirmək dedim axı bayaq. Bir də deyir, fikrinizi arqumentlərdə görün. Fikrinizi deyir. Yəni sən öz fikrini əsaslandıracaqsan. Bəli, dəyərləndirməli. Qəşəng müəllimə. Əla. Müəllimlər, burada coğrafiyanı atmışam. Bəli, müəllimə, atmışam. Amma indi burada dayandırmaq istəyirəm.